Salam dəyərli müdavimlər, abituriyentlər, xoş gördük hamınızı. Mən Akşin Tahirov, tarix müəllimiyəm. Dəyərli yoldaşlar, vaxt itirmədən keçirik növbəti mövzumuza. Növbəti mövzumuz qədim Romadır. Qədim Roma. Qədim Roma yerləşib Apennin yarımadasında. Apennin yarımadası Yunanların dili ilə desək İtaliya. İtaliya bizim dilimizə tərcümədə buzovlar ölkəsi mənasına gəlir. Apennin yarımadasıdır. Deməli, Yunanların dili ilə desək bu ərazilər İtaliya adlanırdı və ya tərcümədə buzovlar ölkəsi, unutmayaq. Deməli, İtaliyanın şimalında Alp dağları keçir, Alp dağları. Cənubunda isə Siciliya adası var. Deməli, şimalı Alp dağları, cənubunda Siciliya adası var. İtaliya əhalisi, yəni qədim İtaliya əhalisi, Apennin yarımadasının sakinləri əkinçilik, maldarlıq, üzümçülük, balıqçılıqla məşğul idi. Əkinçilik, maldarlıq, üzümçülük, balıqçılıqla. Eramızdan əvvəl 1-ci minillikdə burada bir çox tayfa və xalqlar yaşayırdı. Onların içərisində ən inkişaf etmişi Etrusklar idi, Etrusklar. Və İtaliyanın mərkəzində də Latın tayfaları var idi, Latın tayfaları. Ümumiyyətlə biz Roma tarixini, Roma dövlətçilik tarixini 3 yerə ayırırıq. Deməli, padşahlıq dönəmi, respublika dövrü və imperiya dövrü. Gəlin diqqət edək. Eramızdan əvvəl 753-cü ildən eramızdan əvvəl 509-cu ilə qədər padşahlıq dövrüdür. Yəni, qədim Roma şəhərinin əsası ki qoyulub eramızdan əvvəl 753-cü ildə, 509-cu ildə padşahlığın devrilməsinə qədər olan dövr padşahlıq dövrüdür. Padşahlıq devrilir 509 eramızdan əvvəl və həmin ildə başlayır respublika dövrü. Davam edir eramızdan əvvəl 27-ci ilə kimi. Eramızdan əvvəl 27-ci ildən bizim eranın 395-ci ilinə kimi, yəni Roma imperiyasının 2 yerə ayrılmasına kimi deməli imperiya dönəmidir. Yəni eramızdan əvvəl 27-ci ildən bizim eranın 395-ci ilə kimi qədim Roma imperiyasının dövrüdür. Qədim Roma imperiyası. Bu qədim Roma imperiyası özlüyündə də 395-ci ildə 2 yerə ayrılır. Şərqi Roma imperiyası, deməli mərkəzi deməli Vizanti olmaqla, Qərbi Roma imperiyası, mərkəzi Roma olmaqla. Vizanti sonra Konstantinopolda, yəni biraz qarışdırmayaq, Vizanti ilə Konstantinopoldur. Deməli, 395-ci ildəki Roma imperiyası, qədim Roma imperiyası bölünür, qədim Roma imperiyası bölünür, Şərqi Roma imperiyasına, Qərbi Roma imperiyasına. Deməli, Qərbi Roma imperiyası 395-ci ildən 476-cı ilə kimi davam edir. 476-cı ildə Qərbi Roma imperiyası süqut edir. Qərbi Roma imperiyası süqut edir. Sonra 395-ci ildən, yəni bölünmə vaxtından 1453-cü ilə qədər Şərqi Roma imperiyasının dövrüdür. Şərqi Roma imperiyası da 1453-cü ildə Osmanlı Sultanı 2-ci Mehmet Fatih tərəfindən deməli bu imperiyaya son qoyulur. Nə demişdik? Eramızdan əvvəl 753-cü ildə üzr istəyirəm, Roma şəhərin əsası qoyulur. Deməli, burada Romul Rem qardaşlarının əfsanəsi var. Nəticədə Romul Roma şəhərinin əsasını qoyacaq. Nə vaxt? Eramızdan əvvəl 753-cü ildə və həmin ildən də Roma təqvimi hesablanır, dəyərli yoldaşlar. Davam edirik. İndi keçək hər bir dövrün detallı şəkildə izahına. Deməli, padşahlıq dövrü dedik. Nə vaxt mövcud olub? Padşahlıq dövrü eramızdan əvvəl 753-cü ildən eramızdan əvvəl 509-cu ilə kimi padşahlıq dövrüdür. Padşahlıq dövründə əlbəttə ki, hökmdar kim idi? Padşah idi. Azad əhali padşahlıq dövründə bölünürdü 2 yerə. Ümumiyyətlə, həmişə belə olacaq bundan sonra. Azad əhali 2 yerə bölünür. Patrisilər, plebeylər. Patrisilər özlərini bu torpaqların, yəni İtaliyanın qədim köklü sakinləri adlandırır və onlar hansı ki deyirdilər ki, bizim ata-babalarımız Roma şəhərinin əsasını qoyub. Plebeylər isə
İtaliyaya kənar yerlərdən gələnlər adlanır. Yəni köçüb gələnlər müxtəlif yerlərdən onların deməli hüquqları patrisilər qədər geniş deyildi. Demək olar hüquqsuz idilər belə desək. Patrisilər haqqında ətraflı məlumat verək. Patrisilər haqqında 4 əsas bəndi yadda saxlayın. Bu testdə sizə mütləq düşə bilər. Patrisilər hakim təbəqə idi, iri torpaq sahibləri idi. Vəzifəyə ancaq patrisilər seçilə bilərdi. Padşahlıq dönəmindən söhbət gedir, padşahlıq dönəmindən. Vəzifəyə ancaq patrislər seçilə bilərdi. Senatın üzvləri ancaq patrisilər ola bilərdi. Keçirik plebeylərə. Plebeylər kim idi? Burada da 3 əsas bəndi yadda saxlayın. Köçüb gələnlər, biraz öncə dediyimiz kimi, oradan buradan köçüb gələnlər. Orduda xidmət edənlər, ancaq orduda xidmət plebeylər edir. Yəni patrislər orduda xidmət etmirdi. Torpaqları yox idi, yəni mülkiyyətində torpaqları yox idi plebeylərin, ancaq torpaq icarədarları idi. Kimlərdən? O elə patrislərdən torpaqları götürürdülər icarəyə. Əkib becərib məhsulun bir hissəsini elə patrislərə verirdilər. Padşahlıq dönəmində Senat Ağsaqqallar Şurası idi və müvafiq olaraq qanunların qəbul edilməsi, məsələlərin müzakirə edilməsi burada həyata keçirilirdi. Dəyərli yoldaşlar, keçirik Respublika dövrünə. Respublika dövrü hansı deməli illəri əhatə edir? Eramızdan əvvəl 509-cu ildən eramızdan əvvəl 27-ci ilə kimi Respublika dövrüdür. Respublika dövrü necə adlanır? Ümumiyyətlə Respublika idarə etməsi ümumxalq işi, ictimai iş adlanır. İctimai iş, yəni xalqın hakimiyyətindən burada söhbət gedir. Baxmayaraq ki, xalqın hakimiyyəti deyirlər, elə burada da zadəgan respublikası idi. Burada qeyd eləmişəm. Yəni hakimiyyət yenə varlı plebeylərlə patrislərin əlində cəmlənmişdi. Respublika ki qurulur, padşahlıq devrilir. 509-265-ci ilə qədər, yəni bu müddətdə 509-cu ildəki respublika qurulur, padşahlıq devrilir. 265-ci il eramızdan əvvəlki dövrə qədər plebeylərlə patrislər arasında mübarizə gedir. Mübarizə nəyin üstündə gedir? Plebeylər də hüquq əldə etmək istəyirdi. Fikirləşirdilər ki, bunlar da Roma ordusunda xidmət edir, ölkənin qurulmasında, müdafiə olunmasında, yürüşlərdə, hamısında xidmət edir. Ölkənin təsərrüfat həyatı bunların əlindədir, yəni daha doğrusu bunlardan asılıdır. Əkib becərməsələr o torpaqları kim icarəyə götürəcək? Yəni məhsuldarlıq necə artacaq? Bu xüsusiyyətləri nəzərə alaraq plebeylər deyirdi ki, patrislər kimi bizə də hüquq verilsin. Biz də vəzifəyə seçilək, bizim də torpaq sahibi olma hüququmuz olsun, biz də vətəndaş olaq. Yəni bu kimi istəkləri var idi. Deməli, nəticədə 3 tarix verəcəm sizə, dəyərli yoldaşlar. Testdə qədim Roma dövründə deməli, abituriyentlərin problem yaşadığı konkret bəndlərdən biri bu hissədir, diqqət edin. Eramızdan əvvəl 5-ci əsrin əvvəllərində, 5-ci əsr eramızdan əvvəl, plebeylər patrislərlə mübarizədə xalq tribunu seçmə hüququ əldə etdilər, özünün müdafiəçilərini. Yəni, patrislər razılaşdı ki, yaxşı plebeylər, gedin öz müdafiəçinizi seçin. Bir növ öz, belə deyək, millət vəkilinizi seçin. Sonra, eramızdan əvvəl 3-cü əsrin əvvəllərində, baxın, 3-cü əsrin əvvəllərində plebeylər qanun qarşısında bərabərlik hüququ aldılar. Qanun qarşısında bərabərlik. Yəni, patrislər kimi onlar da qanun qarşısında bərabərlik hüququ aldılar. Eramızdan əvvəl 3-cü əsrin ortalarında isə, diqqət edin, 3-cü əsrin ortaları eramızdan əvvəl, plebeylər 2 müstəsna hüquq aldılar. Bunlar biri, tam hüquqlu vətəndaş olmaq, mən vətəndaşam, yəni necə patrisi vətəndaşdır, mən də vətəndaşam və vəzifəyə seçilmə hüququ aldılar. Yəni, həm vətəndaşlıq, həm vəzifəyə seçilmə hüququnu eramızdan əvvəl 3-cü əsrin ortalarında aldılar. Baxın, bu bəndə diqqət edin, qeydiyyatınızı götürün. Dediyimiz kimi, Respublika zadəgan respublikası idi, real hakimiyyət varlı təbəqənin əlində idi. Bu zaman Senat fəaliyyət göstərirdi. Senat ümumiyyətlə padşahlıq dönəmindən fəaliyyət göstərir, Ağsaqqallar Şurası deməkdir. Gördüyü işlər nə idi? Diqqət edin, dəyərli yoldaşlar. Maliyyə, xəzinə işlərinə nəzarət edirdi. Daxili, xarici siyasətə nəzarət edirdi. Müharibə, sülh məsələlərini idarə edirdi.
eyni zamanda qərarları hazırlayır, yəni qərarı senat hazırlayır. Səs vermək üçün, müzakirə üçün xalq yığıncağına göndərirdi, xalq yığıncağı. Deməli, təzə bir termin çıxır bizə, xalq yığıncağı. Xalq yığıncağı nə iş görürdü? Xalq yığıncağı plebeylərdən təşkil olunurdu və öz tribununu seçirdi. Nə vaxtdan tribununu seçirdi? Eramızdan əvvəl 5-ci əsrin əvvəllərindən öz tribununu seçirdi. Tribun bir növ plebeylərin hüquqlarını müdafiə edirdi və 2 konsul seçirdi. 2 konsul seçirdi. Yəni, xalq yığıncağı seçki işləri ilə, səs vermə işi ilə məşğul idi. Tribunu seçdi, 2 konsul seçdi və senatın biraz öncə dediyimiz kimi qərar qəbul edir daha senat. Göndərirdi xalq yığıncağına ki, bunu səsə qoysun, müzakirə eləsin. Həmin qanunu, həmin qərarı deməli, səs vermə yolu ilə ya qəbul edirdi, ya qəbul etmirdi. Konsul kim idi? Konsul bir il müddətinə seçilirdi. Yəni, bu 2 konsuldan söhbət edir. 2 konsul seçilir, amma 1 il müddətinə seçilirdi. Kimlərin arasından? Patrisilərin arasından. Görürsünüz, deyirik, Zadəgan Respublikası da hakimiyyət patrisilərin əlindədir. Bu konsullar müharibə vaxtı qoşun başçılığı edirdilər. Yəni, müharibə vaxtı orduya rəhbərliyi konsul edir. Sülh zamanı isə elə konsul vəzifədədir, bütün məsələləri senatla müzakirə edir. Görürsünüz, konsul və senat respublikanı idarə edir. Deməli, Zadəgan Respublikasıdır. Varlı respublikası, yəni hakimiyyət varlıların əlindədir, real hakimiyyət. Bəs tribun, xalq tribunu da deyilir buna, yəni xalqı müdafiə edən, plebeylərin müdafiə edirdi. Veto hüququ var idi. Nəyə veto hüququ var idi? Məsələn, deyək ki, senat və ya konsul plebeylərin əleyhinə bir qərar qəbul elədi. Yəni, bundan sonra plebeylər, nə bilim, axşam saat 5-dən sonra küçəyə çıxmasın. Otursunlar evlərində, heç yana çıxmasınlar. Və ya hər hansı bir tədbirdə plebeylər iştirak etməsin. Belə bir qərar qəbul edir. Avtomatik, əgər tribun bunu uyğun hesab etmirdisə, veto qoyurdu, olmaz. Və həmin qərarı ləğv eləyə bilirdi. Yəni, öz plebeylərini müdafiə edirdi tribun. Burada yazmışam, ən ağır cinayət. Romada ən ağır cinayət Respublika dönəmində ən ağır cinayət tribunun öldürülməsi idi, dəyərli yoldaşlar. Tribunu öldürmək xalqı ayağa qaldıra bilərdi. Eramızdan əvvəl 5-ci əsrin ortalarında Romada Respublika dövründə, baxın, Respublika dövründə 12 lövhə qanunları qəbul edildi. Bu, Roma tarixində ilk qanunlar məcəlləsidir. Eramızdan əvvəl 5-ci əsrin ortaları 12 lövhə qanunları, ilk qanunlar məcəlləsi, Romanın Respublika dönəmi. Diqqət edin, Romadan düşən suallar çaşdırıcı olur. Çünki orada 3 dönəm var. Respublika var, padşahlıq var, imperiya var. Hər hansı bir məsələdə, məsələn, deyə bilər ki, sizə, yəni, məsələn, Magneziya döyüşündə Roma imperiyasının sərkərdəsi kim idi? Məsələn, deyək, belə bir sual verə bilər. Orada Roma imperiyası olmayıb, Roma Respublikası dönəmində Magneziya döyüşü. Çünki 27-ci ilə qədər eramızdan əvvəl Respublika dövrüdür. Yəni, belə məsələlərdə diqqətli olun. Roma ordusu 4500 nəfərdən təşkil olunmuş legionlardan ibarət idi. Legionlar. Spartada necə adlanırdı? Falanga. Belə bunları da diqqətlə yadda saxlayın. Deməli, ağır silahla silahlanmış piyadalar idi. Elə falanga da belə idi. Deməli, Yunanistanda ağır silahla silahlanmış piyadalar idi. Kəndlilərdən ibarət idi. Dediyimiz kimi plebeylər, orduda xidmət edirdilər plebeylər. Biraz öncə dedim sizə. Dəyərli yoldaşlar, indi isə keçirik qədim Roma mövzusunun ikinci hissəsinə.